Salam dostlarım. Ramazanın 23-cü gününə məxsus olan tapşırığı açıram. Baxaq görək nə çıxır. Dostlar, bu gün də həmişə kimi çox gözəl bir tapşırıq çıxdı. Deyir ki, gözəl sözlərlə başqalarını ruhlandır. Biz hər gün sözlərimizlə insanlara toxunuruq. Söz var, insanın gününü işıqlandırar, ruhunu yüksəldər, motivasiya edər. Amma söz var ki, insanın ürəyini sındırar, onu ruhdan salar, bütün gününü bərbad edər. Ona görə də hər çıxan sözümüzə diqqət yetirək. Başqalarının ruhuna gözəl şəkildə toxunaq, onlara motivasiya verək, ruhlandıraq. Əgər içimizdə pis bir söz varsa da onu içimizdə saxlayaq. İnsanların gününü pozmaq əvəzinə onlara sevgi və anlayış bəxş edək. Çünki bir söz, bir cümlə bir insanın həyatını dəyişə bilər. Ruhlandıran və sevgi dolu sözlərlə insanlara örnek olaq. Unutma, bir söz bir ürəyə toxunaraq bir həyatı dəyişə bilər. Deyərək burada sözümü bitirim. Ümid edirəm ki, bugün bir insanın həyatında şam yandıra bilərik, bir insanın həyatını gözəlləşdirə bilərik, bir insanın həyatına toxuna bilərik. Bu ümidlə, bu arzuyla bugünlük məndən bu qədər. Özünüzə yaxşı baxın. Allah'a emanet olun. Hələlik.